Salam uşaqlar, bugünkü dərsimizdə bir dəyişənli tənliklər və məsələlər mövzusunda video izahımız olacaq. Birinci növbədə başlayaq elə. Tənlik nədir? Məhsulu olan bərabərlik uşaqlar. Tənlik deyilir. Məsələn 4x 4x üzərinə gəlsin 6 bərabər 10. Nə deməkdir bu uşaqlar? 4-ü hansı ədədə vurub üzərinə 6 gəlsək 10 eləyər. Bax, burada bir dənə dəyişən olduğuna görə buna bir məhsullu tənlik deyilir. Tutaq ki, belə bir misal verilib. Cəmi 10, fərqi 7 eləyən ədədlər. Bax, burada dəyişənlərimizin sayı 2-dən olduğuna görə buna 2 dəyişənli xətti tənlik deyəcək. Birinci başlayaq uşaqlar. Bir məhsullu xətti tənliklər nəyə deyilir? Ona baxaq. Deməli, A vurulsun x bərabərdir B formasına gətirilən tənliklərə xətti tənliklər deyəcək. Burada A-dır, B-dir. Ədədlərimizdə x isə dəyişənimizdir. Nümunə bayaq göstərdim. 4x bərabər 16. Aydındır. Ən sadə şəkildə tənliklərdən biridir. Burada x tapmaq üçün 16-nı 4-ə bölmək lazımdır. Eyni qaydada burada x tapmaq üçün B-ni A-ya bölmək lazımdır. Aydındır. Bu bir məhsullu xətti tənliklərdə əsas məsələlərdən biri ondan ibarətdir ki, bu tənliyin köklərinin araşdırılması əsas onunla məşğul olacaq. Deməli uşaqlar, A vurulsun x bərabərdir B tənliyində. A-dan və B-dən asılı olaraq xətti tənliyin yeganə həlli ola bilər, sonsuz sayda həlli ola bilər, bir də həlli olmaya bilər. Bax, nümunə göstərin burada uşaqlar. Birinci qaydamız, əgər A-mız 0-a bərabərdirsə və B-miz 0 deyilsə, tənliyin həlli olmur. Həll olmur. Bax, bir də buna göstərək. Məsələn, 0-ı x-ə vursam, 0 vurulsun x bərabərdir 5. 0 istənilən bir ədədə vuranda cavab 0 elədiyinə görə bu tənliyin həlli yoxdur. Aydındırmı? İkinci qaydamız. Əgər A-mız tutaq ki 0-dır və B-miz də 0-dır. Sonsuz həll olur. Aydındırmı? Sonsuz sayda həll olur. Məsələn, 0 vurulsun x bərabərdir 0-a. X'ın yerinə 5 də yazsam, 6 da yazsam, 4də 1 də yazsam, mənfi 5 də yazsam. X'ın yerinə nə yazsam, 0-a vursam 0 alınır. Deməli, tənliyin sonsuz sayda həlli var. Növbəti üçüncü qaydamız. Tutaq ki, A-mız hər hansı 0-dan fərqli bir ədəddir. Bu zaman tənliyimiz A vur x bərabər 5 şəklində idi. A 0-dan fərqli olarsa, onda x tapmaq üçün B-ni A-ya bölərik. Bu zaman tənliyin yeganə həlli olacaq. Məsələn, 4x bərabərdir 16, x bərabərdir 4-ə. Bunun 4-dən fərqli heç bir həlli yoxdur. Aydındırmı? Sonra gəlin hissə-hissə bunların hamısına izah verəcəm. Test nümunələrinə əsas üstünlük verək. Deməli, buradan görüm test nümunələrindən nələr var. Aha, bir dənə misalımıza baxaq burada. Sən birinci tənliyimizə baxaq uşaqlar. 5 üstə gəlsin 3x. 5 üzərinə gəlsin 3x. Bərabərdir. Daha doğrusu çıxılsın. 4x çıxılsın 10. Bərabərdir 18-ə. Mötərizələri açırıq uşaqlar. 5 üstə gəl 3x. Mötərizənin qarşısında mənfi gəlirsə, işarələr əksinə dəyişir. Üzərinə gəlsin 10, 18. Sadələşmə aparırıq. 3x-dan 4x çıxırıq, mənfi x. 5 ilə 10 toplayırıq, 15. Bərabərdir 18-ə. Mənfi x bərabərdir 18 çıx 15. Mənfi x bərabərdir mənfi 3 və x-in qiymətini 3 tapmış oluruq. Aydındır mı? Deməli, burada müsbət 3 alınır, burada mənfi 3 eləyir. Növbəti misala baxaq. Deməli, 15x bunlar asandır. Belə bir 0 ilə olan, kəsr ədədlərlə olan bir dənə nümunəyə baxaq. 0.5 vurulsun, x üzərinə gəlinsin 4 bərabərdir 0,25 vurulsun 4x çıxılsın 8. Bunu müxtəlif üsullarla yaza bilərik uşaqlar.
Yəni adi qaydada vurub açmaqla da eləyə bilərik. İstəsəz bunu göstərin burada. Ya da ki bunu adi kəsrə çevirsən bu 2də 1 deməkdir. 2də 1 vurulsun x üzərinə gəlsin. 4 bərabərdir. 4də 1 vurulmuş. 4x çıxılsın 8. Sonra neynək? Burada bərabərliyin sağ və solunu eyni bir ədədə vura bilərik, həm də bölə bilərik. Bu zaman əvvəlki tənliklə eyni güclü tənlik alınır. Yəni tənliyin kökünə bir təsir olmur. Onda həm rəngi dəyişim. Onda həm sağı, həm də solu bunların 2 ilə 4-ün ortaq məxrəcinə vuraq. Yəni neçəyə vuraq? 4-ə vuraq. 4-ə vuraq. Buranı da 4-ə vuraq. Buranı da 4-ə vuraq. Bax, burada 4-ə vuraq. Burada bu 4-dən 2 ixtisar gedəcək. Nə qalacaq? 2 vurulsun. X üstə gəlsin 4. Aydındır mı? Burada da 4-ü 4də 1-ə vuranda bunlar ixtisar gedəcək. Qalacaq 4x çıxılsın 8. Aydındır mı? Qaydaq yenə əvvəlki rəngimizə. İndi vurub açsaq buranı. 2x üzərinə gəlsin 8 bərabər olacaq 4x çıxılmış 8-ə. Buradan sağa sola keçirmə qaydasına görə 2x çıxılsın 4x mənfi 8 çıx 8 alarıq. Buradan mənfi 2x mənfi 16. Mənfi 16-nı da mənfi 2-yə bölsəm müsbət 8 cavabını almış olaram. Bu belə. Növbəti görək burada. Necə bir tənliklərimiz var. Deməli. Növbəti qaydamız olsun kvadrat tənliklər uşaqlar. Kvadrat tənliklərin izahını verim. Sonra burada ona aid çoxlu misallar var. O misallara baxaq. Deməli, kvadrat tənliklər ümumi şəkildə a vurulsun x-in kvadratı üstə gəlsin b vur x üzərinə gəlsin c bərabər 0 şəklində olan tənliklərə deyilir. Bax, burada əsas məsələ kvadrat tənliyi olmaq üçün burada a-mız 0 olmamalıdır. Ona diqqət edirik. Ola bilər burada B, C iştirak eləyə də bilər, eləməyə də bilər və yaxud heç biri nə B, nə də C olmaz. Amma mütləq şəkildə A-mız 0-dan fərqli olmalıdır ki, bu dərəcəmiz 2 olsun. Ona buna kvadrat tənliyi deyəcək. A-dır, B-dir, C-dir əmsallar adlanır. Demək uşaq, bu kvadrat tənliklərin həlli qaydasını vermək üçün diskriminasiya qaydası var. Yəni diskriminant üsulu deyirik. Köklərin, kvadrat tənliyin kökləri düsturu. Burada D bərabərdir B-nin kvadratı çıxılsın 4 vur A vur C. Düsturla tapılır. D bərabər B kvadrat çıxılsın 4 AC. Və bu D-dən asılı olaraq tənliyin D sıfırdan böyük olanda iki müxtəlif həqiqi kökü olur. Həqiqi kökü olur. Əgər diskriminant sıfıra bərabərdirsə, iki bir-birinə bərabər köklər alınır. Yəni x1 və x2 bir-birinə bərabər olur həqiqi köklər. Üçüncü qaydamız isə əgər diskriminantımız sıfırdan kiçik alınarsa, bu zaman tənliyimizin həqiqi kökləri olmur. Aydındırmı? İndi buna aid nümunələr göstərərik. Amma diskriminantı tapdıqdan sonra kvadrat tənliyin kökləri düsturu var. Ən çox istifadə olunan üsullardan biridir kök tapmaq üçün. Xüsusilə A-mız birdən fərqli ədəd olanda. X1 2 bərabərdir. Nəyə? Mənfi B-miz plus minus kök altında D bölünsün 2 vurulmuş A-ya. Aydındır mı? Bir neçə də nümunə göstərərəm indi buna aid. Yəni kvadrat tənliyi üçün kökləri düsturunu bildikdən sonra istənilən bir tənliyi, kvadrat tənliyi həmən üsulla həll eləmək mümkündür. Natamam kvadrat tənliyi olsa belə. Deməli, elə burada nümunələrdən birinə baxaq. Deməli, x-in kvadratı çıxılsın. X-in kvadratı bu 23-cü sual çıx 4x üzərinə gəlsin 3 bərabərdir 0. İndi bunu seçmə üsulundan tapa bilərik, onu göstərəcəm, amma hələlik diskriminantla tapaq. A-mız 1-dir, B-miz mənfi 4, C-miz 3-ə bərabərdir. D bərabərdir B-nin kvadratı çıx 4 vur A vur C. Mənfi 4-ün kvadratı çıxılsın 4 vurulsun 1 vurulsun 3. O da eləyəcək 16 çıx 12 və 4 alacaq. Gördüyümüz kimi diskriminant sıfırdan böyük alındı və deməli bu tənliyin 2-dən müxtəlif həqiqi kökü olmalıdır. Düsturumuzu, köklərin düsturunu yazacaq. X1 2 bərabərdir. Buradakı ədədin əksi. Yəni mənfi B plus minus kök altında D bölünsün 2A.
bərabərdir. Mənfi b-miz, yəni mənfi 4-ün əksi 4 üstə gəl çıx. Diskriminantı 4 almışdı. 4 kök altında 4 yazacaq. Bölünsün 2 vurulsun 1. Çünki a-mız 1'dir. Buradan da birinci kökümüzü tapsaq 4 4'dən kök neçə alınır? 2. Bir dəfə 2'yə toplayıb 2'yə böləcəm. Bir dəfə də 4 çıxılsın 2 bölünsün 2. 2 bölü 2 1 6 bölünsün 2 3. Köklərimiz bu qaydada tapıldı. Bir dənə də a-mızın birdən fərqli olan halına baxaq. Tutaq ki bizə verib 3x-in kvadratı çıxılsın 7x üzərinə gəlsin 4 bərabərdir 0-a. Bunu diskriminantımızı tapsaq b-nin kvadratı çıx 4 vur a vur c. Bu da bərabər olacaq nəyəm? 7'nin kvadratı. Yəni mənfi 7'nin kvadratı çıxılsın 4 vurulmuş a-mız 3'dür. C-miz isə 4'dür. Bu da bərabər olacaq 49 çıxılsın 4 üçün 12 48. Yenə diskriminantımız 1 və diskriminant 1-də yenə müxtəlif 2 dənə həqiqi kök var. Köklərin düsturunu yazdıq. x1 2 bərabərdir. Yəni mənfi 7'nin əksi 7. Bir də bunun əksini yazdıq bura. Kök altında d. Yəni 1 bölünsün 2 vurulsun 3. Buradan da birinci köküm 7 üstə gəl 1 bölü 6. Yəni 8 bölünmüş 6. O da 4 bölünsün 3. İkinci kökümüz isə 7 çıxılsın 1 bölünsün 6. 6 bölü 6 1 almış olarıq. Tənliyin kökü nə deməkdir? Tənliyin kökü tənliyi doğru bərabərliyə çevirən qiymətidir. Aydındırmı? Məsələn bu tapdığımız qiymətdə 3x kvadrat çıxılsın 7x üzərinə gəlsin 6 yazmışdıq da. Biz burada x-in yerinə 0 yazanda, üzr istəyirəm, x-in yerinə tapdığımız kökləri 3'də 4'ü və 1'i yazanda cavab 0 almalıdır. Vaxtımız çox getməsin deyə 1'i qoyaq burada yerinə. 3 vurulsun 1'in kvadratı çıx 7 vur 1 üzərinə gəlsin 6. Bura 3 eləyir. Tənliyi deyəsən səhv yazdım. Burada 4 imiş. 4 idi. Burada 4 olsun. 1 qoyanda burada nə alınır? 3 vur 1'in kvadratı çıx 7 vur 1 üstə gəlsin 4. 7 çıx 7 0 alınır. Yəni bir həmin tənliyin köküdür. Aydın oldu mu? Bu belə. İndi kvadrat tənlikdə natamam kvadrat tənliklərimiz var. Onları da göstərim uşaqlar necə yazılacaq. Məsələn 5x-in kvadratı üzərinə gəlinsin 35x. Gördüyümüz kimi burada C əmsalı iştirak eləmir. Bunu həll edəndə vuruqlarını ayırma üsulundan istifadə edirik. Buradan 5x-in mötərizə kənarına alsam burada nə qalacaq? X qalacaq. Yəni 5x kvadratdan 5x orta vuruq kimi çıxdı. Burada x qalır. 35x-i 5x-ə böləndə burada 7 qalır. Vuruqlarını ayırmada çox vaxt uşaqlar çətinlik çəkir. Yəni bu orta vuruğu çıxardıqdan sonra təkrar qaytarıb mötərizənin içərisinə vuranda yuxarıdakı ifadə alınırsa deməli düz vuruqlarına ayrılıb. Buradan hasil nə vaxt 0 olar? Vuruqların hər biri ayrı-ayrılıqda 0 olanda. Aydındırmı? Beş x bərabər 0. Buradan x bərabər 0. X plus 7 bərabər 0. X bərabər mənfi 7. Aydındırmı? İndi başqa tip misala bir dənə baxaq. Nümunə üçün görək burada nə var. Başqa bir misalda bir dənə natamam kvadrat tənliyi yazdım. Tutaq ki 4x kvadrat çıxılsın 64 bərabər 0. Bax burada gördüyümüz kimi ikinci əmsalımız iştirak eləmir. Biz bunu 4x kvadrat bərabər 64. Hər tərəfi 4'ə bölsəm x kvadrat bərabər 16. Buradan da x bərabərdir. Plus minus kök altında 16 alaram. Buradan da x bərabərdir. Üstə gəl çıx 4. Şəklində tənliyi almış olarıq. Bu belə. Sonra kvadrat tənliyi uşaqlar həll elədiyimiz zaman yəni biz onu köklər düsturu ilə yazdım. İndi burada vuruqları ayırma üsulu ilə də onu yazmaq olur. Nümunə bir dənə göstərim. Tutaq ki bizə verib 5x-in kvadratı çıxılsın 7x üzərinə gəlinsin 2 bərabər 0. Yəni bu kvadrat çəlinin vuruqları ayırmaq üçün qaydamız var idi. Deməli nə edirdik? Bu mənfi 7x üzərində parçalama aparırdıq. Yəni bunu necə parçalamalıyıq? O parçalamanın qaydası da necə idi? Deməli vuranda 5-dən 2-nin hasili, toplayanda isə buradakı ədədi verməlidir. Yəni mənfi 7-ni. 5x kvadrat çıx 7x üzərinə gəlsin 2 bərabər 0. Deməli biz nə edirik burada?
vuranda, yani n vurulsun n bərabərdir 10. N plus n bərabərdir mənfi 7 ilə 2 dənə ədəd tapmalıyıq. Aydındır ki, bu ədədlərimizdə mənfi 5 ilə mənfi 2'dir. Elə deyil. Onda bu 5x kvadratı yazıram. Bu mənfi 7x'i deməli neynəyəcəm? Parçalayıram nə şəklində? Mənfi 5x və mənfi 2x şəklində. Üzərinə gəlsin 2. Buradan 5x'i mötərizə xaricinə çıxardıram. Burada qalır x minus 1. Buradan da mənfi 2'ni çıxardıram. X minus 1 bərabər 0. Buradan da x minus 1'i mötərizə kənarına alanda 5x çıxılsın 2 bərabər 0. Buradan ayrı-ayrılığı da bunları 0'a bərabərləşdirirəm. Buradan 5x bərabər 2, x bərabər 2'ni 5'e bölürəm. 0 tam onda 4. Buradan da x bərabər 1. Diskriminantla da həll eləsə eyni kökləri tapmış olarıq. Aydındır mı? Hə. Sonra kvadrat tənliyin həllində bir qaydamız var. O Viet teoremi adlanır. Deməli, ax kvadrat üzərinə gəlsin bx üzərinə gəlsin c kvadrat tənliyində. Əgər bu tənliyimiz üçün bayaq köklər tapdıq. Məsələn, 1'in 1, 1'in 3'də 4 tapmışdıq. Bax, bu tənliyin əgər kökləri x1 və x2'dirsə, tənliyin kökləri x1 və x2'dirsə, onda tənliyin köklərinin cəmi ikinci əmsal bölünsün baş əmsal, yəni a. Bunun əksinə bərabərdir. Hasili isə uşaqlar, hasili isə sərbəst səthi, yəni c-ni bölürük nəyə? A-ya. Bunu verəcək. Bunların isbatlarını yazmırıq. Amma ki, qayda kimi bax, bunları yadımızda saxlayaq. Buna Viet teoremi deyilir. Xüsusi halda kvadrat tənlimiz çevrilmiş kvadrat tənliyi olarsa, yəni ax kvadrat üzərinə gəlsin bx üzərinə gəlsin c0 tənliyində əgər a-nı 1 qəbul eləsək və yaxud da ki, hər tərəfi bunların a-ya bölsəm, onda çevrilmiş kvadrat tənliyi alıram. O da çox vaxt p vur x kvadrat px plus 2 bərabər 0 şəklində göstərir. Buna çevrilmiş kvadrat tənliyidir. Yəni a-mız 1 olmalıdır. Baş əmsal 1 olmalıdır. Bu zaman onda x1 ilə x2'nin cəmi nəyə bərabər olur? Buradakı ədədi əksinə, hasili nəyə bərabər olur? Q-ya. Çox zaman ədədlərimiz tam ədədlər olanda, yəni köklərimiz tam ədədlər olanda seçmə üsulundan tənliyin köklərini tapmaq daha rahat olur. Məsələn, x kvadrat çıxılsın 7x üzərinə gəlsin 6 bərabərdir 0'a. Bax, bu tənliyi həll elədikdə 2 dənə ədəd tapırıq. Yəni tənliyin kökləri x1 və x2. Hasil neçə eləməlidir? 6. Cəm neçə eləməlidir? Cəm neçə eləməlidir? Üzrlü sayın. Cəm neçə eləməlidir? x1 üstə gəlsin x2 bərabərdir 7. Həmin ədədlərdə vuranda 6 ilə ədədlər hansı ədədlərdir? Deməli 6 və 1'dir də, elə deyil. 6 vur 1. Yəni köklərimizdən biri 6, köklərimizdən biri isə 1 olacaq. Yəni vuranda 6 ilə ədədlər çoxdur. Sadəcə olaraq eləsin tapırıq ki, bu şərt ödənilsin. Aydın oldu. Bu belə. İndi uşaqlar, Viet teoremində bizdən tənliyin köklərinin cəmini soruşursa, yəni burada kök alınıb alınmamağının bir o qədər əhəmiyyəti qalmır. Yəni bizə konkret olaraq kökləri tap, orada sonra topla və vur kimi bir şərt qoyulmur qarşımıza. Biz onu sadəcə bilirik ki, əgər tənliyin kökləri x1 və x2'dirsə, bu zaman x1 ilə x2'nin cəmi mənfi 7 buradakı ədədin əksinə, hasili isə nəyə bərabər olmalıdır? Sərbəst səthdə, yəni 3'ə bərabər olacaq. Bu Viet teoreminin tətbiqi çox genişdir. İndi ona aid nümunələr göstərəcəm sizə. Deməli, gəlin buradan ona aid misallar göstərim. Görüm tapa bilsəm. Məsələn, bax 61-ci sual. 61-ci biraz böyüdüm bunu. 61-ci sualda nə deyir uşaqlar? 61-ci sualda deyir ki, x-in kvadratı çıxılsın 8x üzərinə gəlinsin q bərabərdir 0 tənliyinin köklərinin fərqi 2'dir. Yəni tutaq tənliyin kökləri x1 və x2'dir. x1 və x2'dir. Biz bilirik ki, tənliyin köklərinin cəmi nəyə bərabərdir?
Buradakı ədədi nəsə, yəni 8-ə bərabər. Tənliyin köklərinin birini x1, birində x2 götürdüm. Cəm 8 eləməlidir. Misalın özündə deyir ki, fərqi neçədir? 2-dir. Sistem tənliyi almış oldum. Tərəf-tərəfə toplasam bunlar gedər. 2 dənə x1 10 eləyər. x1 10 bölünsün 2, 5 almış olaram. x1'imiz 5-dirsə yerinə qoysam 5 üstə gəl x2 bərabər 8'e buradan x2 8 çıxılsın 5 3 almış olaraq. Bu da belə. Bizdən nəyi soruşur ki onu? Biz bilirik ki x1 vurulsun x2 bərabər Q-ya. Deməli 5 vurulsun 3 o da eləcək ki, yəni 15 cavabını alacaq. B variantı. Oldu mu? Bu belə. Tənliyin köklərini bax, növbəti suala baxaq. Köklərini olarsa x1 2. Bir dənə bu suala da baxaq. Bu da rahat sualda. 64-cü misala baxaq elə. Deməli x kvadrat üzərinə gəlsin 6x. Üzərinə gəlsin 5. 61. Bərabərdir 0. Tənliyinin kökləri x1 və x2'dir. Bizdən nə soruşur? x1 vur x2 vurulsun x1 plus x2. Biz nə bilirik? Biz bilirik ki, tənliyin köklərinin hasılı 5'dir. 5 vurulsun x1 plus x2 isə buradakı ədədin əksi, yəni -6. Cavab elədi -30. Aydın oldu. Bu belə. Məncə bu qədər kifayət eləyər kvadrat tənliyi. Söz yox, genişdir. Amma ki, mümkün qədər digər bölməyə də vaxt ayırmaq üçün. Orada bəzi şeylər qaldı. Deməli, kvadrat tənlikdə. Burada belə bir sual var. Deyir ki, mx kvadrat. Bax, bu suala bir dənə baxaq. 121. Deyir ki, m'in hansı qiymətində mx kvadrat çıx 3x çıx 2 tənliyinin köklərindən biri 2'yə bərabərdir. mx kvadrat çıxılsın 3x çıxılsın 2 bərabər 0. Tənliyin köklərindən biri neçədir? 2'dir. Yəni x1 kimi götürək. Köklərdən biri 2 olsun. Deyir ki, nəyi tap? M'i tap. Bəli, 2 bizim kökümüzdür. Sonunda x'in yerinə 2 yazanda bu doğru bərabərliyi alınmalıdır. Yəni m vurulsun 2'nin nəyi? Kvadratı çıx 3 vur 2 çıx 2 bərabər 0. Buradan 4m çıxılsın 6 çıxılsın 2 bərabər 0'a. 4m bərabərdir 8'e m bərabər 2 almış olaraq. Aydın oldu. Viet teoremi haqqında bir neçə dənə də məsələləri üzə çıxaraq. Tutaq ki, köklərimiz x1 və x2'dir. Deyir ki, kökləri x1 və x2 olan çevrilmiş kvadrat tənliyi qur. Bu zaman çevrilmiş kvadrat tənliyi x minus x1 vurulsun x minus x2 bərabərdir 0 şəklində qurulacaq. Ümumiyyətlə, ax kvadrat üzərinə gəlsin bx. Üzərinə gəl, bu çevrilməmiş üçün ümumi hal üçün yazaq. Ax kvadrat üzərinə gəlsin bx plus c bərabər 0 tənliyin kökləri x1 və x2'dirsə, bu tənliyi biz vuruqlarını ayıran zaman x minus x1, x minus x2 şəklində yaza bilərik. Aydındırmı? Bir nümunə göstərin buna. Tutaq ki, bizə verib 3x kvadrat çıxılsın 7x üzərinə gəlsin 4 bərabər 0. İndi bunun kökləri nədir? Bunların kökləri indi mən burada bir şey də baxaq. Əmsalların cəmi 0 verirsə 3, 4, -7. Bunların üçünün cəmi 0 verirsə bu zaman köklərdən biri hər zaman 1. İkinci kökümüz isə bu bölünsün bu. Yəni 4 bölünmüş 3 alınır. Köklərimizi tapdıq. Biri 1'dir, biri 4'də, 3'də 4. İndi bunun necə vuruqlarını ayıraq? Belə vuruq. 3 vurulsun. X çıxılsın x1, x çıxılsın x2, yəni 3'də 4 bərabər 0. Adətən burada da 3'ü kəsr olan hissəyə vururuq. Yəni 3'ü bura vursam 3x çıxılsın. 3'ü 3'də 4'ə vuranda neyini? 3'lər gedir qalır 4. Bu şəkildə vuruqlarını ayrıldı. Aydın oldu bu da. Bu da belə. Sonra nəyə baxaq? Misal üçün, 123-cü sual. Viet teoreminin tətbiqidir. Bayaqki misalımız yarımçıq qaldı deyəsən. Hansıydı o? Kökləri qurmaq qaydası. Tutaq ki, kökləri konkret verib bizə 4'dür. Biri də 6'dır. Deyir ki, çevrilmiş kvadrat tənliyi. Bunu 2 üsulla qurun burada sizin. Deməli, birinci üsul bayaq göstərdim. X çıxılsın 4. X çıx 6 bərabər 0. Bunu da vurub açsaq. X'in kvadratı
Deməli çıxılsın 10x üstə gəlsin 24 alınacaq. Birbaşa yazdım mən bunu. Vurub açıb sadələşdirdik. Elə deyil, mənfi 4x, mənfi 6x topladıq, mənfi 10x, mənfi 4'ü mənfi 6'ya. Çevrilmiş dediyinə görə biz bunu x kvadrat üstə gəl px üzərinə gəlsin q şəklində yaza bilərik. Bilirik ki, çevrilmişsə a'mız 1'dir. Hasil q verməlidir. Cəm isə p'nin əksin verməlidir. Onda 4 ilə 6'dırsa yazıram x'in kvadratı. 4 ilə 6'nı toplayıram. Neçə eləyir? 10 eləyir. Onda bura p'nin yerinə mənfi 10x yazıram. Vuranda neçə eləyir? 24. Bura elə olduğu kimi yazdım. Çevrilmiş kvadrat tənliyi qurduq. Aydın oldu. Bu belə. Sonra uşaqlar, modul tənlikləri haqqında biraz danışaq. Modul tənliklər necədir? Modul tənlik. Modul x bərabərdir a tənliyi. Uşaqlar, aydın məsələdir ki, burada modul tənliyin mənfi bir qiymət verilibsə həlli olmaz. Yəni, ədədin modulu heç vaxt mənfi 4 alına bilməz. Bu, boş çoxluq verəcək. Aydındırmı? Digər hallarda isə bir dəfə x-i a-ya, bir dəfə isə x-i mənfi a-ya bərabərləşdirib həlləri birləşdirmək lazımdır. Nümunə göstərək. X çıxılsın 4 bərabərdir 6. Buradan bir dəfə x minus 4 6'ya, bir dəfə x minus 4 mənfi 6 yazacağıq. Buradan x bərabərdir 10. Buradan isə x bərabərdir. Üzrüstdən burada 2. Burada isə x bərabərdir 10 köklərini alarıq. Həqiqətən də 2 yazanda. 2'dən 4 çıxanda. Burada səhv aldıq. Burada 6 10 eləyir. Birincisini düz yazmışdım. Buraya elə 10 eləyir. Mənfi 6'dır bu. Mənfi 6 üstə gəlsin 4x bərabər mənfi 2 almışım. Mənfi 2 ilə yerinə qoyduqda mənfi 2, mənfi 4, mənfi 6 modulu 6. Burada isə 4 ilə 6'ını topladıq 10 alındı. Aydın oldu. Bu belə. Başqa bir misal göstərək. Modulda tutaq ki 2x minus 3 bərabərdir 7'yə. Buradan bir dəfə 2x çıxılsın 3 7. Bir dəfə isə 2x çıxılsın 3 bərabər mənfi 7. 2x bərabər 10, x bərabərdir 5. 2x bərabərdir mənfi 7 plus 3. 2x bərabərdir mənfi 4. X bərabər mənfi 2 cavabını almış olar. Yoxlayaq. 2'ni 5'e vururam. 10, ondan 3 çıxanda 7. Doğrudur. Mənfi 2 qoyanda. Mənfi 4, mənfi 3, mənfi 7 modulu bu. Aydın oldu. Modulda fx bərabərdir. Modulda gx tənliklərinə baxaq. Burada da yenə eyni qayda ilə bir dəfə fx bərabər gx, bir dəfə isə fx bərabərdir mənfi gx tənliyini həll etmək kifayətdir. Aydındır. Nümunə göstərim buna da. Bunu modulda tutaq ki x minus 4 bərabərdir. Modulda 2x üzərinə gəlsin 6. Bir dəfə neynəyəcək uşaqlar? Bir dəfə x çıxılsın 4'ü. 2x plus 6'nın özünə. Bir dəfə isə x minus 4'ü mənfisinə. Yəni mənfi 2x plus 6'ya bərabər eləyəcəm. Birinci buranı açıq. X minus 4 bərabərdir 2x plus 6. Eyni şeyi təkrar yazdım. Yox. X çıxılsın 2x bərabərdir 6 üstə gəl 4. Mənfi x bərabərdir 10. X bərabər mənfi 10 alarım. Burada isə x çıxılsın 4. Bərabərdir. Mənfi gəldiyinə görə qarşı işarələr dəyişər. Mənfi 2x bu tərəfə keçər. Üstə gəl 2x. Mənfi 6 üstə gəlsin 4 almış olaram. Buradan 3x bərabərdir mənfi 2'ye. X bərabər mənfi 3'də 2 alınır. Bu da belə. Aydın oldu. Burada buna aid misallar yazmasaq da olar. Problem deyil. Sonra irrasional tənliklərimiz var uşaqlar. İrrasional tənliklər ümumi n'inci dərəcədən tutaq ki x bərabərdir a şəklində olan tənliklərdir. Aydındırmı? Yəni bunu həll eləmək üçün hər tərəfi neynəməliyik? N'inci dərəcədən qüvvətə yüksəldirik. X, n, a üstündə n. Buradan n'lər ixtisar gedər. X bərabər a üstü n formasında tənlik alarıq. Nümunə göstərək. 4-cü dərəcədən x minus 3 bərabərdir tutaq ki 2'ye. Bir şeyə diqqət edirik uşaqlar. Sonda aldığımız cavablarda mütləq şəkildə bu kök altını yoxlamaq lazımdır. Cüt dərəcədirsə, xüsusilə cüt dərəcədə, bax yazıram bura. N cüt olanda da işarəsi.
tapdığımız kökləri gətirib burada yoxlamalıyıq. Aydındır. Mənfi alınır yoxsa ya da əvvəldən şərt qoyursan ki, x çıxılsın 3 sıfırdan böyük bərabər. X darımız 3-dən nə olmalıdır? Böyük bərabər olmalıdır. Aydındır. Hər tərəfi 4-cü dərəcədən qüvvətə yüksəltsəm 4, 2 üstündə 4. Buradan bunlar gedər. 4 ilə bu 4 ixtisar gedər. X minus 3 kökdən azad olar və 2 üstü 4, 16 alarıq. X'i də 3-dən 16-ını toplayıb 19 almış olarıq. Aydındır. Sonra başqa bir misala baxaq. Deməli, buradan elə tapdığım misallardan. Nə yazıb bura? Deməli, 0,2x və bu misala baxaq elə 55. Üzərinə gəlsin 6. Vurulsun kök x çıxılsın 7. Bərabərdir 0-a. Deməli, bu tənlikdə burada artıq bizim işimiz əngələ düşə bilər. Yəni, x-imiz nə olmalıdır? 0-dan böyük. Burada bu şərti qoyuram. Aydındır. Yəni, bu yadda qalsın, qıraqda bir yerdə yazaq ki, kök mənfi alınmasın. Buradan hasil nə vaxt 0 olur? Vuruqlar 0 olanda. Buranı 0-a bərabərləşdirəm. Bir də kök x çıx 7-ni 0 eləyirəm. Buradan 0,2x bərabər mənfi 6. X bərabər mənfi 6 bölünsün 0,2. O deyilir mənfi, bunu 10'a vuraq sürət və məxrəci. Bura 60, burada olsun 2 və x-imiz mənfi 30 alınsın. İndi mənfi 30'u baxaq. Kökün altında mənfi 30 yaza bilərəm. Burada şərt qoymuşam, x 0-dan böyük olmalıdır. X mənfi 30 ola bilməz. Bu artıq bizim kökümüz olmadı. Yəni bunu həll kimi götürməyəcəyik. Buna bəzən kənar kök deyirik. Növbəti kök x çıxılsın 7 bərabər 0. Buradan kök x bərabər 7. Hər tərəfi kvadrata yüksəlsəm kök x-in kvadratı 7-nin kvadratı. X bərabər 7 almış olarım. Aydın oldu. Bu da belə. Biraz əvvələ qaydaq. Əvvələ qaydaq görün burada harda irrasional misallar var. Onlardan biraz həll eləyək. Çox həllini vuruqlarına ayır. Tənliyi həll elə. Baxaq. Əslində bu biraz bazası zəif olan uşaqlar üçün bu misallar yaxşı misallardır. Deməli, baxaq burada görək hansı tip misala baxırıq. Bunlardan biraz həll eləmişik. Buna da aid yazdıq, buna da aid yazdıq. Nə var burada? Bir dənə də baxım. Bundan həll elədik, bundan həll elədik. Demək olar ki, burada elə böyük bir suallar yoxdur. Yaxşı. Deməli, onda rasional tənliklərə də baxaq uşaqlar. Rasional tənlik. Px böl qx şəklində olan bərabər 0 tənliklər rasional tənliklər deyilir. Və burada aydın məsələdir. Məxrəc nə ola bilməz? 0 ola bilməz. Onda biz px-i nəyə bərabərləşdirməliyik? 0-a. Aydındır. Rasional olmayan tənliklərdə, yəni İlkin baxışda elə bilirsən bu rasional tənlik deyil, amma onu rasional tənliyə gətirdikdən sonra bu formada həll edə bilərik. Nümunələr göstərim uşaqlar. Deməli, bəlkə qarşıma çıxmışdı, onu tapım. Görüm harda var burada. Ona aid misallar. Çox getdik. Geriyə qaydaq biraz. Deməli. Deməli, burada belə bir misal var uşaqlar. A-nın kvadratı. Bu səhifəni çevirim. Bu misala baxaq elə birinci misal. A kvadrat bölünmüş A üstə gəl 3 bərabərdir A bölünmüş A plus 3. Birinci nəyə diqqət edin? Məxrəc 0 ola bilməz. Yəni A üstə gəl 3 0 ola bilməz.
A fərqli olmalıdır -3-dən. Aydındır. İndi məxrəclərimiz bərabərdir. Elə deyil, onda surətlər də nə olmalıdır? Bərabər. Yəni A kvadrat bərabər A-nı keçirsəm sola bərabər 0. A-nı mötərizə kənarına alsam A-1 bərabər 0. Buradan birinci kök 0, ikinci kök isə A çıx 1 bərabər 0, A bərabər 1 almış olaram. 1 və 0. Heç biri də -3-ə bərabər deyil. Deməli 2 dənə kökümüz alındı. Bunlar belə. İndi bu misala baxaq. 7-ci misala. 3x çıxılsın 2 bölünsün x üstə gəlsin 3. Bunu silək buradan. Eyni şeyi yine yazdım. Silin buradan. Beraberdir. Beraberdir yok. Çıxılsın 5 beraber 0'a. Bu rasyonel tənlidir, amma bu xətti tənliyə gələcək. Eybi yox. Beraber 5 formasında yazdıq. Bunun altına bir dənə 1 atıp çarpaz vururuq. Aydındır. 3x çıxılsın 2. Yəni bu bura vurulur. Bu da bura vurulur. 5 vurulsun x plus 3. Buradan 3x çıxılsın 2 bərabərdir. 5x üstə gəlsin 15. Sağa sola keçirmə. 3x çıx 5x. 15 çıx üstə gəl 2. Sağdan sola, soldan sağa keçən işarə əksinə dəyişir. Yəni üzr istəyirəm. Sağdan sola, soldan sağa keçən həddin işarəsini dəyişirik. Mənfi 2x 17. 17-ni mənfi 2-yə bölürəm. Mənfi 8.5. Məxrəc 0 olurmu? Olmur. Əslində bunu əvvəlcədən qeyd eləməli idi. X mənfi 3 ola bilməz. Aydın oldu mu? Bu belə. Başqa bir misala baxaq. Bu da ikinci tapşırıq. 2 bölünsün x minus 5 çıxılsın 4 bölünsün x plus 5 bərabərdir 6 bölünmüş x kvadrat çıxılsın 25'e. İlk öncə məxrəc 0 ola bilməz. Yəni x-imiz 5 ola bilməz. X-imiz bura mənfi 5 ola bilməz. Bu qeydlərimi yazın bura. Aydındır. Sonra nə edirik? Ortaq məxrəcə gətiririk bundan bunu. Bunlara ortaq məxrəc elə bunların hasıdır. Çünki qarşılıqlı sadədir. Ortaq vuruq yoxdur. X plus 5. Ortaq adi və onluq kəsirlərdə öyrənmişdik də onu. Məxrəclər qarşılıqlı sadə dədilər olanda onları bir-birinə vururdu. Burada da eyni qayda. 2-ni belə vururam. 2 vurulsun x üstə gəlsin 5. Çıxılsın 4 vurulmuş x çıxılsın 5. Bərabərdir 6 bölünsün x kvadrat çıx 25. X çıx 5 x plus 5 2x üzərinə gəlsin 10 çıxılsın 4x üstə gəl 20 bərabərdir 6 böl x kvadrat çıx 25. İndi bunu yuxarını sadələşdirsək uşaqlar 20 ilə 10 toplanacaq, bundan bu toplanacaq. Mənfi 2x üstə gəlsin 30 bölünsün x kvadrat çıx 25 6 böl x kvadrat çıx 25. Burada məxrəclər eyni olduğuna görə surətləri eyniləşdirirəm. 6 mənfi 2x mənfi 24 x bərabər 12. Aydın oldu. Bu da oldu bizim tənliklərlə bağlı suallarımız. İndi müəyyən şeylər yaddan çıxa bilər. Əsas odur ki, ümumi mahiyyəti başa düşdük. Bu 7-ci suala da bir dənə baxaq. Modul x çıxılsın 14 bərabər 6. Modul x bərabərdir 14-dən 6 toplanır 20. Modulu 20 eləyən ədədlər. Biri 20, biri isə mənfi 20. Aydın oldu mu? Sağ olun. Sağ olun. Bir dənə də misal yazaq, sonra sağollaşarıq. Deməli 2x çıxılsın 3 bölünsün 4 çıxılsın 3x bərabərdir 5x üzərinə gəlsin 6 bölünsün 2. Sonra burada nə etmək lazımdır? Burada sadəcə olaraq bunun altına bir dənə 1 atırıq və məxrəclərini eyniləşdiririk. Oldu mu? 4'ə gətirək 2x minus 3. Bunu 4'ə vuracam. 4 12x. Bunu da 2'yə vuracam. 4 2'yə vuranda 10x plus 12. Hamısının məxrəci eynidir. Yəni bunların indi bax belə bir şey deyim də sizə. Bax bunların hamısını ya sadə qaydada da 4'dür bura. 4'dür.
2x minus 3'dən 12x çıxdı. Burada olduğu kimi. Sonra məxrəclər bərabər. Neynədir? Sürətləri bərabərləşir. Və yaxud da ki, bunların hamısını 4-ə vura bilərəm. Buranı da 4-ə vururam. Buranı da 4-ə vururam. Buranı da 4-ə vururam. Aydındır. Vuraq. Qələmimizi dəyişək. 4-ə vuranda 4-lər ixtisar gedəcək. Qalacaq 2x çıxılsın 3. Çıxılsın. 4-lər ixtisar gedəcək. 12x bərabərdir. 4-lər ixtisar gedəcək. 10x üstə gəlsin 12. Sadələşdirək. 2x-dən 12x çıxanda mənfi 10x çıx 3. Ay səni, hara getdi bu? 10x çıxılsın 3 bərabərdir. 10x üstə gəlsin 12. Bunu da bu tərəfə keçirsək mənfi 20x. 3'ü də o tərəfə keçirsək 15. Buradan x bərabər olar mənfi 15 bölünsün 20. İxtisar aparsaq 5'ə ixtisar gedər. 3 bölünsün 4. Aydın oldu. Sağ olun. Növbəti dərslərdə görüşərik.